Yerkrapa ictimai təşkilatı, terror təşkilatı, yəni Yerkrapa bir təşkilat olaraq 99-cu ildə yaradılıb. Erməni terrorçu və erməni rəsmisi Vazgen Sarkisyan tərəfindən, hansı ki, sonra terror nəticəsində də Ermənistan parlamentində qətlə yetirilib. Yerkrapa təşkilatı dünya ermənilərinin könüllü şəkildə dırnaqarası öz sərhədlərini qorumaq üçün yaratdıqları, digər dövlətlərin ərazilərini zəbt etmək üçün yaratdıqları könüllü şəkildə onların aləmində vətənpərvər, Azərbaycan qanunvericiliyinə görə isə terror təşkilatıdır. Başqa sözlə, dünya ermənilərindən ibarət və Ermənistan vətəndaşlarından ibarət bir təşkilatdır. Bu təşkilat sərhəddən heç yerə getməmişdir ki, təzədən sərhədə gəlməyi bir xəbər olsun. Bu təşkilat Ermənistan-Azərbaycan sərhədi üzrə 7 istiqamətdə boyevoy dejurstva, yəni xidmətdədir. 7 istiqamətdə. Bugün onların sayının artması, yəni minlərlə üzvü var. Bugün onların sayının artması Azərbaycana münasibətdə hər hansı bir təxribat həyata keçirmək kimi qiymətləndirilməməlidir. Əgər bu belə qiymətləndirilirsə və maraqlıdır, görəksən bu məlumatı hansı mənbə sızdırır? Bax, bu hansı mənbənin sızdırmağından, kimin bu məsələnin üzərinə getməsindən asılı olaraq biz kimin nə istədiyinə qiymət verə bilərik. Mən düşünmürəm ki, Ermənistan dövləti bugün Azərbaycana münasibətdə nə hərbi əməliyyat, nə də təxribat etmək iqtidarındadır, niyyətindədir və gücündədir. Söhbət sərhəddən gedir. Ona görə Yerkrapanın yer dəyişməsi mənim fikrimcə Azərbaycan cəmiyyətini narahat etməməlidir. Belə götürəndə, əgər Yerkrapa və düşünürəm ki, haqlı olaraq biz həmin təşkilatı terror təşkilatı adlandırırıq, ümumiyyətlə Ermənistan ordusunu terrorçu bir instans adlandırmaq olar. Ermənistan ordusunun keçmiş və müasir zabitləri məgər Azərbaycanın ərazi bütövlüyünə qəsb etməyiblərmi? Ona görə belə biz münasibət bəsləsək, gəlin Yerkrapanı belə deyək, xüsusi, fövqəl bir qurum kimi cəmiyyətə təqdim etməyək. Biz Ermənistan ordusunu məhv etmiş fatihlərik. O ki, qalsın 1-2 min nəfərdən ibarət Yerkrapa adlı bir sınıq salxaq təşkilat. Bu Azərbaycan cəmiyyəti narahat etməməlidir. Anar bəy, vaxtımız azdır, ona görə istəyirəm ki, Lavrovun Ermənistan səfərindən də bağlı bir neçə dəyərləndirmə həyata keçirək. Əlbəttə ki, bütün bu baş verən proseslərin fonunda həm revanşistlərin aktivləşməsi olsun, digər tərəfdə Tiranada dövlət başçılarının görüşü olsun. Bundan sonra Lavrovun Ermənistana səfərinin dəqiq vaxtı artıq bəlli oldu. Bugün sabah səfər əlbəttə ki, baş tutacaq. Hansı təkliflərlə gəlir Lavrov? Nələri danışacaq? Müzakirə məsələsinin masasının ən önəmli məsələləri hansılardır sizcə? Ermənistan Rusiyanın həm siyasi, həm iqtisadi müttəfiqidir. Ermənistanla Rusiya arasında olan iqtisadi göstəricilər dünyanın heç bir dövləti ilə, yəni Ermənistana münasibətdən gedir. Yəni Ermənistan-Rusiya münasibətlərinə münasibətdən gedir. Heç bir müşahidə edilmir. Yəni Rusiya Ermənistana münasibətdə həm ixracda, həm idxalda ilk sıraları bölüşən bir dövlətdir. Bu ölkəni birləşdirən tarix var, çoxlu siyasi platformalar var və bu iki dövlətin deməli Yerevanda bir araya gəlməsi onların rəsmilərinin üçüncü dövlətə hədəflənməyib. Rusiya Azərbaycanla olan münasibətlərində öz yerini bilir. Türkiyə olan münasibətlərdə öz maraqlarını güdür. Yəni bugün Ermənistan və Rusiyanın İrəvanda ortaya bir araya gəlməsi bu hər hansı bir narahatçılıqla qəbul edilməməlidir. Rusiya ilə Ermənistan hələlik sənəd üzərində müttəfiqdir. Və son zamanlar Paşinyanın da Moskvaya gəlməsi bir daha onu göstərir ki, Ermənistan Rusiya ilə siyasi inteqrasiyadan üz döndərməyib. Hələlik bu sırf deməli virtual aləmdə baş verir. Və bir məsələ də var. Ermənistan 2026-cı ildə seçkilərdir və Rusiya Xarici İşlər Nazirinin Ermənistana gəlməsi bir daha onu göstərir ki, Rusiyadan Paşinyana olan münasibət heç də antagonist deyil. Əgər münasibət antagonist olmasa, Rusiya Xarici İşlər Naziri Ermənistana səfərə gəlməz.